Salam değerli izləyicilər, 24 oktyabr 2025-ci il Sərdar Süleymanoğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleymanoğlu Səfərova general-mayor ali hərbi rütbəsi verilib. Değerli izləyicilər, və generalın dosyesini diqqətinizə çatdırırıq. 1973-cü ildə Sumqayıt şəhərində anadan olub, 1999-cu ildə Türkiyənin Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2019-2022-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin idarənin rəisi vəzifələrində xidmət edib. 2023-cü ilin yanvarında isə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. Eyni ildə polis general-mayoru Xankəndi şəhərinin komendantı olub. Prezident Xankəndiyə səfər edərkən raport verib. Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə, hərbi xidmətlərə görə, igidliyə görə vətən uğrunda medalları ilə təltif edilib. Ailəlidir, 3 övladı var.